Zadəl Mustəğna kitabının yeməklər bəhsində bu məsələni araşdırmışdıq. Orada iştirak edənlər yəqin ki, xatırlayırlar. Demişdik ki, qurbağaya gəldikdə onu nə ovlamaq, nə də yemək caiz deyil. Onun yeyilməsi icazəli deyil. Bunun səbəbi odur ki, bir həkim Peyğəmbərdən əleyhissalatu vəssalam onu öldürmək haqqında soruşmuşdu. Həmin həkim qurbağadan dərman hazırlayırdı. Lakin Peyğəmbər əleyhissalatu vəssalam onun öldürülməsini qadağan etdi və bildirdi ki, onun qurultusu Allahı təsbih etməkdir. İkincisi timsahdır. Bəzi fəqihlər timsahın yeyilməsinin caiz olduğu rəyinə varmışlar. Vəfat etmiş bəzi müəllimlərimiz də, Allah onlara rəhmət eləsin, timsahın yeyilməsinin caiz olduğunu deyiblər. Onlar dedilər ki, çünki o dəniz heyvanlarından sayılır. Lakin araşdırma və oxuduqlarıma əsasən, timsahın yeyilməsinin halal olmadığını gördüm. Bunun iki səbəbi var. Birinci səbəb odur ki, o azı dişli, yırtıcı heyvandır və azı dişləri ilə qidalanır. Peyğəmbər əleyhissalatu vəssalam azı dişi olan hər bir yırtıcı heyvanı və caynağı olan hər bir quşu haram buyurmuşdu. Ola bilsin kimsə desin ki, akula balığının da azı dişləri var və alimlərin ittifaqı ilə onu yemək halaldır. Lakin ikinci məsələ odur ki, timsah tamamilə su heyvanı deyil. Əksinə, o həm suda, həm də quruda yaşayan bir canlıdır. Həm suda yaşayır, həm də quruda yaşayır. Buna görə də o, çox vaxt quruda yaşayan canlıları ovlayır. Qurbanlarını qurudan seçərək parçalayır. Bu işlərlə yaxından maraqlanan bir nəfər mənə xəbər verdi ki, hətta onun qarnından uşaq və qadın ayaqqabısı qalıqları tapıblar. Bu da onun kəndlərdə insanlara hücum etdiyini və onları utduğunu göstərir. Buna görə də timsah haqqında dərindən düşünən kəs görər ki, o həm azı dişli bir yırtıcıdır, həm də sadəcə su heyvanı deyil, suda quruda yaşayandır. Bizdə belə bir qayda var ki, əgər bir məsələdə halal edən və qadağan edən səbəblər birləşərsə, qadağan edən səbəb üstün sayılır. İnşallah, bizə 2 ölü, heyvan və 2 qan halal edildi hədisinin şərhinə çatanda bu mövzunu yenidən araşdıracağıq. Həmçinin yeməklər bəhsində də buna toxunacağıq.